usikum və nəfsi bi təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah-u Teala bizə bir çox nemətlər bəxş edib və bu nemətlər içərisində biri digərindən daha üstündür. Ən üstün olan nemətlərdən biri ağıldır. Allah Teala biz insanları digər varlıqlardan ayırt etməklə, fərq qoymaqla ağıl bizə bəxş edib. Hansı ki, Quran-ı Kərimin bir çox ayələrin sonunda Allah Teala insanları düşünməyə dəvət edir, təfəkkür etməyə dəvət edir. İnsanlar təfəkkür baxımından müxtəlifdirlər. Bəzən adam fikirləşir, ancaq öz məişətini, öz yaşayışını ondan kənara çıxa bilmir. O fikirdən kənara çıxa bilmir. Amma Quran-ı Kərimdə Allah Teala buyurur ki, insanlardan bəziləri var, baxır göylərə və yerə, bu cür deyir, ey Rəbbim, mən xələqtəhə və bətilə, ilahi sən bunları boş-boşuna yaratmamısan. Yaradılış barəsində təfəkkür edir. Varlıq aləmi barəsində təfəkkür edir. Və bəziləri öz barələrində təfəkkür edirlər. Özləri barəsində düşünürlər. Quran-ı Kərimdə Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Əvələ yəfkurul insan ənə xələqnəhu min qəbl və ləm yəkuş şeyə. Allah Teala buyurur ki, insan məgər xatırlamırmı? İnsan düşünmürmü? Biz onu yaratdıq. Bir halda ki, o yoxdan var etdik onu. Ənə xələqnəhu min qəbl və ləm yəkuş şeyə. İnsan bir şey deyildi. Onu yoxdan var etdik. İnsan bu barədə düşünmürmü? Ümumilikdə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm insanları dinə dəvət etdiyi zaman, yaxud imamların dönəminə baxdığımız zaman, imamlar insanlarla söhbət etdikləri zaman, insanları daim düşünməyə dəvət edirdi. Dinimizdə var elə mövzular ki, o mövzular barəsində düşünmək olmaz. Düşünmək qadağandır. Hansı mövzulardır? O mövzularda ki, insan heç bir nəticə əldə etməyəcək. Qadağan olunan mövzular var ki, onların barəsində düşünmək olmaz. Allah Teala'nın zatı barəsində hədislərdə var, kəlamlarda var ki, düşünməyin. Allah necədir, hardadır? Bu həmin batil suallardır və Allah Teala'nın barəsində insan oturub təfəkkür eləsin, düşünsün, bir nəticə əldə edə bilməyəcək. Ona görə deyir, öz-özü bu barədə yormayın, bu barədə düşünməyin. Heykimsa. Quran-ı Kərimdə Allah Teala buyurur ki, Peyğəmbər de, qul, Peyğəmbər de, həzihi səbili, bu mənim yolumdur. Əd'u iləllahi alə basirətin. Sizi Allaha tərəf dəvət edirəm dəlillərlə, bəsirətlə, göz açıqlıqla. Onlar ki, mənə tabi olanlardır, bax bu cürlə Peyğəmbər insanları İslam dininə dəvət edir. İmam Əli əleyhissalamın kəlamında var. İmam Əli əleyhissalam buyurur ki, mən təavvədə ən yusaddiqə bi qeyri dəlilin fəqət inxələə min kəsbətil insaniyyə. Əgər bir insan təfəkkürsüz yaşasa, düşünmədən yaşasa, deyir, o insanlıq libasından çıxmış bir varlıqdır. Əgər təfəkkür eləmirsə. Hədislərdə var ki, insanın bir saat təfəkkür etməsi neçə müstəhəb ibadətindən üstündür. Təfəkkür etməsi. Yaradılış barəsində təfəkkür etməsi və yaxud özü barəsində təfəkkür etməsi neçə min ibadətdən bəzi kəlamlarda var ki, üstündür. Bəzi insanların həyatından
diqqət etdiyimiz zaman görürük ki, onlar təfəkkür vasitəsilə hidayət olublar. Təfəkkür vasitəsilə Allaha tərəf gəliblər, Allahı tapıblar. Buna bir çox misallar göstərmək olar. Peyğəmbərimizin zamanında və Peyğəmbərdən sonraki zamanlarda. Və bir sözlə Həzrəti Peyğəmbər və imamlar insanları təfəkkür etməyə, kör-köranə bir şeyin dalıyca getməməyə tövsiyə ediblər. Və hətta biz ayələrdə də görürük ki, həmin ayələrdə də Allah Taala buyurur ki, insanlar barəsində ki, onların ağılları var, bəs nə üçün düşünmürlər? Nə üçün təfəkkür etmirlər? Allahu Taala'dan duamız budur ki, inşallah Allah Taala cümləmizə ağlımızdan gözəl bir şəkildə istifadə etməyi nəsib etsin. Allah Taala bizi təfəkkürdə kamala çatan insanlardan qərar versin. Qardaşımız xəbər verdi mənə ki, bir Qarabağ qazisi əməliyyat keçirdi. Komadadır. İnşallah Allah Taala'nın and veririk Əl-Şafi isminə. Allah'a and veririk Şafi isminə. Allah Taala tezliklə həmin qazimizə şəfa inayət etsin. Allah Taala bütün qazilərimizə şəfa inayət etsin. Allah Taala bütün xəstələrə acil şəfalar inayət etsin inşallah. Allah'a and veririk öz izzət və cəlalına, bu cümə gününün hörmətinə. Allah Taala günahlarımızı əfv edib, tövbələrimizi qəbul etsin. Allah Taala gələn günümüzü xeyirli, bərəkətli qərar versin. Allah Taala şəhidlərimizə rəhmət etsin. Allah Taala dünyadan köçən cəmi müsəlmanlara rəhmət etsin. Allah Taala hidayət olmayan insanları tezliklə haqqa hidayət etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv etsin. Allah Taala müsəlmanlar arasında vəhdət, birlik, mehribançılıq bərqərar etsin. Allah Taala bütün müsəlmanlara halal ruzu inayət etsin. Allah Taala borcu olanların borclarını əda etməkdə müvəffəq etsin. Allah Taala çətinliyi olan müsəlmanların çətinliklərini aradan qaldırmaqda yardımcı olsun. Allah Taala qəlbimizi Quran nuru ilə, iman nuru ilə münəvvər etsin. Allah Taala aqibətimizi xeyirli etsin. Allah Taala bizim barəmizdə və bütün müsəlmanların barəsində etdiyimiz ən xeyirli və ən gözəl duaları dərəcəyi qəbul edirsin. İnşallah.